Gonca, Həmayıl, bəlkə Qaratel. Hesab edirsiniz ki, kadın ancaq kadının haline yanabilir? Yox, niyə ki? Mənim həyat təcrübəm deməyə əsas verir ki, qadınlar daha mürəkkəb düşüncə tərzinə malikdirlər. Sadəcə düşünürəm, İsmail Şıxlının Ölən Dünyam əsərində qadın obrazları daha güclü alınıb. Maraqlıdır. Bilseydim mövzunu dəyişərdim. İsmail Şıxlı'nın Ölən Dünyasında ölməz qadın obrazları. Mövzu. Belə başa düşdüm ki, diplom işi yazırsın. Elə bir şey. İstanbul Üniversitesi'nin Sosial Bilimlər bölümündə yüksək lisansda elmi bir iş. Deyirəm axı, gah Anadolu, gah da Azərbaycan türkçəsini keçirsiniz. Amma düzü üzünüzdə oxuduqlarınızı elə bir reaksiya yaranmışdı ki, elə bildim kinoda rola hazırlaşırsınız. Lağa qoyursunuz? Yox, sadəcə zarafat eləməyə çalışıram. Özü dəqiq bilirəm ki, Ölən Dünyama kino çəkib eləyən də yoxdur. Senaridəki 12 ildir toz içində yatır. Yaman yanıqlı dediniz. Deyəsən həmin filmin senari müəllifi sizsiniz. Yox, senari müəllifi İsmail Şıxlının böyük oğludur. Bilirəm. Tərcümə halını əzbərləmişəm. İsmail Şıxlının böyük oğlu Elçin Şıxlı jurnalistdir. Məqalələrini oxumuşam. Kiçik oğlu gərək ki, Fərrux Şıxlı rəssamdır. Düzmü? Rəssamlıq qutarıb. Siz deyəsən onları şəxsən tanıyırsınız. Bəlkə dostsuz da. Belə deyək, o ailəyə çox yaxınam. Onda sizi mənə bu kitabın ruhu yetirib.
Bilirsiniz size ne kadar sualım olacak? Hələ ki bayaqdan mən sizin suallarınıza cavab verirəm. Amma siz mənim yeganə sualımı cavabsız qoymusunuz. Hansını? Bu gözəl gözləri dəmləndirən kimdir? Yaxşı. Mənim Azərbaycandan da bir ilmi rəhbərim olmalıdır. Əgər siz mənim ikinci ilmi rəhbərim olmağa söz versəniz, bir də məni İsmail Şıxlının oğulları ilə tanış etsəniz, sizə sırrımı açaram. Mən elə gəlir ki, ədəbiyyat professorusunuz, müəllimsiniz, eləmi? Vallahi ədəbiyyat sahəsində biliklərimi qəti inkar etmirəm. Amma ömrümdə tələbəm olmayıb. Onda mən sizin birinci tələbəniz olmaq üçün özümü qurban verməyə razıyam. Siz necə, razısınızmı? Mən yox. Hardan bilim ki, sizin sirriniz mənim bu işə qatlaşmağıma dəyər. Hansı obrazın taleyi sizi bu qədər kədərləndirir? Müəllim sözündən çıxmıram, sizə sırrımı açıram. Çapıq Əmrah. Bilirsinizmi, mənə elə gəlir ki, Çapıq Əmrah Məncə o mənim babamdır. Babanızdır? Necə yəni? Özü də məncə. Uşaqlıqda Peri nənəm, böyük nənəm həmişə deyirdi ki, sən inadkarlıqda, tərslikdə baban Əmrah kimisən. Mən heç əhəmiyyət vermirdim. Ümumiyyətlə dedəm haqqında heç nə bilmirdim. Eşitmişdim ki, 30-cu illərdə kommunistlər onu öldürdükdən sonra Pəri nənəmi uşaqları ilə birlikdə Qazaxdan Qaymaqlı adlı köydən Türkiyəyə qaçırmışlar. Bizim 3 nəslimiz İstanbulda doğub büyür. Bakıya hərdən gəlirdik. Keçən yay qohumlarımız bizi Qaymaqlıya aparmaq istədilər. Anamgil getdi, mən getmədim. Burada qaldım. Bura maraqlıdır dedim. Sərnişin qatarına xoş gəlmisiniz. Sizə uğurlu yol arzulayırıq. Nəzərinizə çatdırırıq ki, vaqonlarda siqaret çəkmək, spirtli içkilər qəbul etmək, sanitar qovşaqlara kənar əşyalar atmaq qəti qadağandır. Xahiş edirik, təmizliyə... 2 yıl öncə üniversiteyi bitirdim, yüksək lisansa daxil oldum. Əslən Gəncəli bir profesörümüz var. Mövzu seçmək vaxtı gəldiyində dedi ki, İsmail Şıxlının Ölən Dünyam romanını götür. Mövzu da verdi. 1920-ci ildə Rusiya istilasına qarşı Gəncə üsyanının Azərbaycan ədəbiyyatında ilk geniş əksi. Vallahi bilmirəm sizin bu professor tarixçidir ya ədəbiyyatçıdır, amma çox iti düşüncəyə malik bir alimdir. Çünki bu Gəncə hadisələri ümumiyyətlə çox az araşdırılıb. Bir də təkcə ədəbiyyatımızda yox, tarix elmimizdə də çox az işlənib. Cümhuriyyətimizin qurucuları onu əbəs ilə namus və şərəfimizin yenidən kəsb etibar qazandığı dastan adlandırmayıblar. Amma sizə bir sual verim. Bu diplom işi yazana qədər Ölən Dünyamı oxumuşdunuz? Dəli Kürü oxumuşdum. Ölən Dünyamı yox. Bu roman mənə çox güclü təsir etdi. Amma Cavad Şıxlinskinin yavəri Çapıq Əmrah obrazına denk gələndə elə bil yıldırım düşdü. Nənəmin dedikləri, o vaxt əhəmiyyət vermədiklərimin hamısı bir-bir yadıma düşdü. Elə bil gözlərim açıldı. Soruşmağa kimsə qalmamışdı. Böyük nənəm 94 yaşında 2 sənə öncə vəfat etdi. Nənəm ondan öncə dünyasını dəyişib. Anam bu barədə heç nə bilmir. Mən də bir aydır Bakıda nə qədər arxiv varsa həpsinin altını üstünə gətirmişəm. Ancaq Çapıq Əmrah haqqında bir cümləyə də denk gəlməmişəm. İndi Gəncəyə gedirəm, sonra qohumlarımız məni Qaymaqlıya aparacaq. Bu da sizin sualınızın ətraflı bir cavabı. Qane elədinmi? Necə deyim? İsmail Şıxlının həyat yaradıcılığına çox yaxından bələdəm. Amma buna baxmayaraq sizin dediklərinizdə
Mənim üçün də çox dərk eləmək üçün çətin məqamlar var. Təəccüblü deyil. Onun yaradıcılığı üzdə göründüyündən qat-qat zəngindir. Araşdırmanızın bu ilk elmi nəticəsini tam dəstəkləyirəm. Bağışlayın. Amma bəzi əlavələrim var. Bilirsiniz, bu Ölən Dünyam romanı bitməkdə olan bir epoxanın portretidir. İtməkdə olan dəyərlərin ensiklopediyasıdır. Bilirsiniz, bu dəyərlər bəlkə də tam itmir, amma transformasiyaya uğrayır və özünün ilk saflığını, şəffaflığını əldən verir. Bu romanda söhbət açılan hadisələr hamısı gerçək hadisələrdir. Qəhrəmanların da bir çoxu öz adı ilə verilib. Bir çoxunun prototipi var. Bir-iki istisnalar olmaq şərti ilə. Məsələn, sizin ən çox diqqətinizi özünə cəlb edən Gəncə hadisələri haqqında o vaxta qədər arxivlərdə gizli saxlanılan materialları İsmail Şıxlının ömrünün son çağlarında dostu Tofiq Bağırov verib. Bəli, arxivlərdə əmin olmuşam ki, romanda adı keçən bütün hadisələr askerlərin sayısına qədər sənədlərə denk gəlir. Axı bu necə ola bilər? İsmail Şıxlı bu romanı yazanda gözü də görmürdü. Elədir. Amma gəlin yadımıza salaq. İlyadanı yazanda Ömərin də gözü görmürdü. Amma o dəniz ilbizlərini necə dəqiqliklə təsvir edir. İndiyə qədər ona bir çox rəssam həsəd aparır. Ümumiyyətlə, böyük təfəkkürə və təxəyyülə malik olan insanlar görmə qabiliyyətlərini itirəndə yaddaş onlar üçün gözü əvəz edir. Məsələn, İsmail Şıxlı Ölən Dünyam üzərində işləyən vaxt deyə bilərdi ki, gedin, yuxarıdan 3-cü rəfdən, soldan 7-ci kitabı götürün, 65-ci səhifəni açın və orada olanları mənə oxuyun. İndi o bayaq dediyiniz istisnalar barədə. 1995-ci ildə İsmail Şıxlının vəfatından sonra Ölən Dünyam çapa hazırlanırdı. Və bu vaxt belə bir fikir yarandı ki, romana şərhlər tərtib edilsin. Amma növbə Çapıq Əmraha çatanda onun prototipini tapmaq mümkün olmadı. Gəncə diviziyasının arxivlərində General Şıxlinskinin 2 baş yavərinin adı keçildi. Biri Bağır ağa, podpolkovnik, o biri Əhməd ağa, ştabs kapitan. Heç biri də Çapıq Əmraha uyğun gəlmirdi. Və sonra? Nə sonra? Araşdırma devam etdirildi mi? Yəni generalın 2 baş yavəri olubsa, kim deyə bilər ki, 3-cüsü olmayıb? Məsələ Əmrah ağa. Yox, davam etdirilmədi. Ümumiyyətlə bu işdən vaz keçdik. Bilirsiniz, İsmail Şıxlı klassik sayılsa da, düşünürəm onun Ölən Dünyam əsəri hələ ədəbiyyatımızda layiq olan dəyəri qazanmayıb. Bayaq bir söz dediniz, yadımda qaldı. Dediniz, bəlkə də dəyərlərimiz itmir, ancaq transformasyona uğrayır. Bəlkə də əvvəlki saflığını itirir. Nəyi nəzərdə tuturdunuz? Kişiliyi, ləyaqəti, mərdliyi, sədaqəti, elə obaya bağlılığı. Bilirsiniz, Ölən Dünyam İsmail Şıxlının son əsəridir. O burada bütün həyatı boyu dərk etdiyi həqiqətləri sıralayıb, simvollaşdırıb. Yadımıza salaq. Çapıq Əmrah nə deyir? Deyir ki, axtalanmış adamdan kişi çıxmadığı kimi, axtalanmış cəmiyyətdən də kamil cəmiyyət alınmaz. Ömər ağa, o dünənə qədər maral boğasının hayqırtısı eşidilən meşələrdə indi çaqqal tülkü vaqqıltısından qulaq tutulduğuna üzülür. Alan it ola-ola insanların vəhşiliyindən qaçıb canavarlara qoşulur. Amma axırda yenə xidmət etdiyi adamlara sədaqətini qoruyub saxlayır. Ya götürək Həsən ağanı.
Ömrü boyu yurt həsrəti ilə yaşamış bu adam sonunda obasına qayıdır və yurtda salamat qalmış bir palıd ağacının altında dünyasını dəyişir. Bilirsiniz, məni düz başa düşün. Məncə siz də ölən dünyam oxuyandan sonra babanızı yox, öz dayaq nöqtənizi axtarmağa gəlmisiniz. Nə yaxşı ki, bu işə tez başlamısınız. Məncə dağa daşa düşməyə ehtiyac yoxdur. Siz onu artıq tapmısınız. Sizə nə qədər ipucu verdim. Ölən dünyam 1995-ci ildə çap olunub. Mən həmin il anadan olmuşam. Nənəmin dedikləri, İstanbuldakı profesör, indi sizin qarşıma çıxmağınız. Bunlar hamısı təsadüf ola bilər? Yox, mən sonuna qədər gedəcəm. Siz mənə kömək eləyəcəksiniz, yoxsa yox? Böyük nənəniz tam haqlıymış. Tərslikdə, inadkarlıqda çapıq Əmraha oxşamısınız. Ölən dünya. Gedə-getdə bizə diktə ilə yazdırdığı son romanıyla atam onu ölməyə qoymadı. Kökündən qoparılmış bu qızcığaz üçün də əlindəki kitab keçmişi ilə bugünü arasında körpüdür. Yox, elə deyil. Onu gələcəyə aparan sürət qatarıdır. Gələcəyi olmayan keçmiş nəyə lazımdır? Mən bu qənaətə gəlirəm ki, 5, 6, 7 miyana roman yazmaqdansa 1-2 yaxşı əsər yazmaq daha yaxşıdır. Ona görə də mən xüsusilə Dəli Kür romandan sonra əlbəttə işləyirəm, yazıramsa da əlimdə əsər var. Tələsik o əsəri meydana çıxartmaqdan qorxuram. Çünki mən belə düşünürüm, yazıcı gərək birinci əsərindən sonra yazdığı ikinci əsər daha güclü olsun. İkincidən sonra yazdığı üçüncü daha güclü olsun, aşağı düşməsin səviyyə. Bax, bu tələbkarlıq mı deyim, ehtiyat mı deyim, bilmirəm nə deyim. Bax, bu məni biraz qələmimi saxlayır və məni düşündürür ki, gərək pis əsər yazmırsan. Çünki oxucunun gözündən düşmək çox pisdir.